toxum aşamasında ya da toxum aşamasından əvvəlki aşama pre-seed stage-də deyək, 3F qaydası var. Friends, Family, Fools. Yəni bu 3 qrupdakı adamlar sizə investisiya eləyə bilər. Siz dediyiniz mərhələdə elə həmin mərhələdir ki, arada ideyam var, amma dövriyyəm yoxdur və s. yoxdur. Biraz amma bazar reallığı da dəyişir təbii ki. Çünki indiki reallığı nəzərə alsaq, çox kiçik bir nümunə deyəcəm. Yəni sizdə iki ideyanı hard coding də eləmək olar, amma sadəcə MVP-ni bazarda test eləməkdən ötürü, hansısa bir dövrü əldə eləməkdən ötürü no code, low code platformalar var. Kod biliyinə ehtiyac yoxdur. Ödənişi çox aşağı platformalar var. Yəni bu söhbət $20, $50 arası bir ödənişdən gedir. Siz girirsiniz, kod bilmədən nə qurmaq istədiniz, indi süni intellektlə hətta siz əllə qurmaya da bilərsiniz. Sadəcə ona deyə bilərsiniz ki, mən nə qurmaq istəyirəm, brandimin adı nədir və s. Və onun üzərindən sizə MVP-ni çıxarmağa kömək eləyə bilər.